Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad edilmiş ərazilərə böyük qayıdış davam etdirilir. Xocalı rayonunun Təzəbinə və Xanyurdu kəndlərinə köç edənlər Respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Bu mərhələdə Xocalının Təzəbinə kəndinə 16 ailə, 66 nəfər, Xanyurdu kəndinə isə 11 ailə, 38 nəfər köçürülüb. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür edirlər. Çox sevinçliyiz. Çünki yurdumuza, yuvamıza gedirik, elimizə, obamıza gedirik. Biz çox əziyyətlər çəkdik 33 ildə. Biz çox sevinçlə indi geri qayıdırıq. Heç vaxt inanmazdıq ki, biz o torpaq bizə geri qayıdar. Allah şəhidlərimizə rəhmət eləsin. Allah prezidentimizin canını sağ eləsin. Ölənlərə Allah rəhmət eləsin. Qazilərimizin Allah canını sağ eləsin ki, bizim torpağımızı alıb bizi yurdumuza, yuvamıza geri qaytarırlar. Onlar həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan ordusuna, qəhrəman əskər və zabitlərimizə minnətdarlıqlarını bildirib və bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər. Novruz Vəliyev, Həcər Həsənova, Könül Həbib qızı bugün informasiya proqramı üçün.